Salam, hər vaxtınız xeyir olsun. Mən Fes Akademinin ingilis dili müəllimi Ayşə Çələbi. Bu gün sizlərlə 9-cu sinif din toplusundan verbs and non-finite forms of the verbs bölməsinə, yəni qısaca desək verballara, yəni gerunddur, participle'dır, infinitivdir. Bunlara baxacağıq. O cümlədən 9-cu sinif din toplusunda bu mövzunun içərisində kompleks obyekt qaydası da var. Həmçinin ona da nəzər yetirmiş olacağıq. Deməli, birinci baxırıq ki, biz Mother asked Jane. Biz bilirik ki, askdan sonra feil gəlməlidir. Necə? To-lu. Əvvəl kompleks obyekt, yəni mürəkkəb tamamlıqlı 3 qrup feil var idi, amma artıq onlardan ikisi düşür. Yəni birinci qrup feillər let, make. Bunları görsək, biləcəyik ki, tam sadə feil yazacağıq. Məsələn, go, come və s. Amma bunlardan başqa qalan bütün feillərdə to yazmış olacaq. Yəni askdan sonra gətirəcəyik to lay şəklində. Eynilə ikinci sualda da belədir. Tell your son. Tell bizim artıq 3-cü qrup feilimiz olacaq. Let make-də sadə gətirilir. Qalanlarında to ilə gətirilsə, deməli tell-dən sonra yazmalıq nə? To bring. Yəni B variantı olmuş olacaq. Daha sonra baxırıq 3-cü suala. 3-cü sualda I try to make my son. Yenə baxırıq ki, burada make feili var. Make feili varsa sadə qoymalıyıq. Yəni understand şəklində. A variantı. 4-də let feilini görürük. Letdən sonra sadə gəlməlidir. Yəni know şəklində olacaq. Burada əsas bilməli olduğunuz qaydasız feillər varsa, onların forması, məsələn, understood götürə bilmərəm, çünki bu feilin ikinci forması. Bizə isə tam sadə birinci forması lazım. Və yaxud new götürə bilmərəm, çünki bu ikinci forması. Know götürməliyəm. Sonra 5-ci sualda baxırıq ki, expect feilidir. Expect isə biz to-lu gətirməliyik. Ona görə götürəcəyik C-ni. Told hansı feilin ikinci forması tell-in. Tell-dəki özündən sonra to-lu istəyir. Deməli, to revise yazacaqsınız. Bu formada eləyəcəyiz bu testləri. İndi isə gəlin baxaq fərqli bir tiplərə. Məsələn, baxa bilərik nəyə? 13 tiplilərə. Deməli, 13-də biz bilirik ki, kompleks obyekt qaydasında bu iki feilin ortasında obyektin gəlməsidir. İki feilin ortasına obyekt gətirməliyəm. Obyekt nədir? Ya obyekt əvəzlikləri ola bilər, ya törəmələr ola bilər, ya insan adları ola bilər və s. Məsələn, deməli, burada biz baxacağıq ki, D-ni götürməyək. Çünki D adlı qaldı ona şəxs əvəzli. O heç vaxt feildən sonra işlənə bilməz. You ilə D-mi yaza bilərik. Və want-dan sonra da to ilə gəlir. Çünki want 3-cü qrup feildir. Buna görə götürəsiz C variantı. 14-cü sualda. 14-cü tiplərdə düşə bilər. Deməli, biz deyirik ki, kompleks obyekt feil və obyekt feil qaydasıdır. Mən necə ki, birinciyə baxıb ikincini gətirirəm. Məsələn, birinci feil baxıram ki, let make-sə sadə gələcək, qalanlarsa to-lu gələcək. Eyni ilə ikinciyə baxıb birincini də tapa bilərəm də. Elə bil ki, bunu faizinə görə ədədin tapılması və yaxud ədədə görə faizin tapılması kimi də başa düşə bilərsiniz. Məsələn, wait sadədir. Deməli, burada let make olmalıdır. Götürəcəm Y variantı. Bax, bu formada. Düşə bilər. Eyni suallar sistemi izah eləməyim. Zaten onları özünüz başa düşüb yazacaqsınız. Əsas fərqlərə baxaq. Sonra misal üçün 15 tiplər ola bilər. 15 tiplərdə biz baxmalıyıq ki, variantlarla işləyəcəyik. Bizə ancaq obyekt versə, hər iki tərəf boş olsa, bizim artıq variantlarla işləməli olacağıq. Çünki məsələn, letdən sonra to gəlməz, çıxırsınız. Make-dən sonra to gəlməz, çıxırsınız. Bunlar da sadə gəlməlidir. Eyni ilə encourage ilə də allow-da to ilə gəlməlidir. Qalır bizə D variantı. 16-da. 16-da deməli biz baxmalıyıq ki, yenə bizə bir dənə birinci feili veribdir. Obyektdə bizim gətirməyimizi istəyir. İkinci feili bizim gətirməyimizi istəyir. Deməli, biz birinci feilə baxacaq. Advice nədir? To ilə istəyir. Ona görə C-ni çıxırıq. Y-ni çıxırıq. Biz də bayaq dedik ki, iki feilin ortasına A yaza bilmərik. Ona görə qalır bizə B variantı. Yəni, obyekt əvəzli gətirməliyik də. Sonra misal üçün baxa bilərik hansı suallara? 26 tiplərə. Deməli, 26 tiplərdə də 2 dənə kompleks obyekt olur. Bax, birinci feil, obyekt, ikinci feil. Bundan sonra bir dənə də obyekt, sonra ikinci feil. Deməli, biz bilməliyik ki, bu birinci feil, sonra obyekt, ikinci feil bura. İkinci feildən sonra bir dənə də obyekt, üçüncü feil gəlir. Deməli, sıra-sıra bir-birindən uyğunlaşdıracaqsınız. Məsəl üçün, birinci feilimiz askdırsa, ikincini ona görə gətiririk, yəni to-lu gətiririk. Ona görə bunlar çıxdıq. İkinci feilimiz letsə, üçüncünü artıq ona görə gətirəcəyik, yəni to play olmayacaq, götürəcəyik B variantı. Yəni, belə olanda da arda-arda götürürsünüz. Sonra gəlin baxaq. Deməli,
Biraz gerund infinitiv qaydasına. Biz bilməliyik ki, her nədir? Yəli əvəzli, düzdürmü? Yəli əvəzliklərindən sonra gələcək gerund. Yəni gerund nədir? ING-li fiil. A variantını yazacaqsınız. Sözündən sonra gələcək gerund. Gerund nədir? Yenə ING-li söz. Sonra cümlənin başında nöqtələr olarsa, hansı ki oradan sizə mübtəda vəzifəsində olmasını istəyir. Məsəl üçün deyirsiniz ki, nələrsə təkrarlamaq uzun müddətli yaddaş üçün effektivdir. Nələrsə təkrarlamaq. Yəni mübtəda vəzifəsində olan gerundda repeating deməlisiniz. Sonra his nədir? Yəli əvəzi. Yəli əvəzindən sonra gətirirsiniz gerund. For nədir? Sözünü. Sözündən sonra gətirirsiniz gerund. Və belə işləməz. Dəqiqə. Sonra burada çoxsu sözünüdür. Rahat bir şəkildə işləyəcəksiniz bunları. Məsəl üçün 85-ci testdə after. After before'dan sonra gətirirsiniz gerund, ING-li fiil. When while'dan sonra gətirirsiniz participle one. O da ING-lidir. Yəni əsas siz burada baxmalısınız ING-li olmasına. Yəni after before'dan sonra da ING-li, when while'dan sonra da ING-li gətirməsi. Ancaq nitq hissəsi olaraq fərqli olur. Burada da yazacaqsınız coming. Bir də ki, to ilə ING-ni eyni anda yazmaq olmaz. Məsəl üçün mən həm come feilinə to artırım, həm də ING artırım. Bu düzgün deyil. Yəni to coming deyə bilmərəm. Bunlar eyni tiplidir. Söz önləri mütləq gətirirsiniz ING ilə. Məsələn, hamısı of-dur, by-dur, for-dur, through-dur, with-dur, without-dur, about-dur. Bunlar da in-dir, on-dur, at-dir. Bunların hamısında yadınıza saxlayın ki, gerund gətirməlisiniz. Deməli, indi baxacağıq bir də hansı testdə and-lə olanda. Məsələn, 125 tipliyə. And-lə olanda diqqətli olun. Deməli, ola bilər ki, and-lə olanda, məsələn, bizdə tell feili var, eləmi? Bir dənə feilimiz gəlib. Biz buna əsasən gətirməliyik to-lu. Ona görə bunları çıxırıq. To-lu gətirməliyik, düzdürmü? And olanda, əgər sadə gətirirsinizsə, ikisi də sadə olmalıdır. Let make-dən söhbət gedirsə, ikisi də sadə olmalıdır. Amma məsələn, let make yox, başqa feillər varsa, onda to əlavə edirsiniz. Bir dənə başda birincisində to əlavə edəndə bəsdir. Daha həm məsələn to and to take demirsiniz. Birincisində to olsaz yetərlidir sizə. Zaten siz burada baxacaqsınız ki, mən ikincisine took verə bilmərəm də. Biz axı kompleks objektdə ikinci formanı yazmırıq. Ya birinci forma yazırıq, ya da tool'u yazırıq. İndi əvvəlki qaydalarda başqa formada da yazırdıq. İndi o düşmür, ancaq sadə və tool'su var. Yəni zaten seyin çıxacaqsınız. Sadəcə olaraq deyirəm ki, yəni end olanda yadınızda saxlayın ki, bir dənə başına to yazında yetərlidir. Deməyin ki, burada ikincisi niyə boş çoxluğuna vermişik. Yəni end olanda bir dənə to yazırıq, bizə yetir. Sonra nə ola bilər? Biz infinitivi bilirik. Infinitiv nədən sonra işlənə bilər? Ən çox 7-ci sinifin qaydasıdır. Sifətlərdən sonra işlənir. To sifət və yaxud da sifət enough'dan sonra işlənə bilər. Məsələn, I am not old enough to vote deyəcəksiniz. Baxın 130-cu testdə. Və yaxud the truck is too difficult to turn deyəcəksiniz. It's difficult to stay deyəcəksiniz. Sonra sual sözlərimiz var ya bizim. How, what. Bax, bunlardan sonra da gətirəcəksiniz infinitiv. Bax, bu da yadınızda qalsın. How to get. Bax, bu formada olacaq. Sonra əsas feilləri öyrənməlisiniz. Hansılar gerund gətirir, hansılar deməli infinitiv gətirir. Amma ən çox lazım olanlar hansı ki sizə 11-ci sinifdə də lazım olacaq suggest feildir. Suggest feilindən sonra yadda saxlamalısınız ki, gələcək gerund. Yəni going. Sonra belə. Ümid edirəm ki, videomuz sizin üçün faydalı oldu. Çalışdım ki, eyni tipliləri izah eləməyim. Onlar zaten özünüz rahat yazacaqsınız inşallah videoya baxdıqdan sonra. Bir də gəlin cümlələrə baxaq. Məsələn, 161, 162 tipli. Məsələn, 161-də make feilindən sonra görürsünüz ki, to yazıb 1 olmaz. Bax, bu səhvdir. 2-də expect-dən sonra to gəlməli idi, 2 də səhvdir. Ask'dan sonra to gəlib düzdür, allow'dan sonra to gəlib düzdür. 3 və 4 olacaq cavabımız. Yəni bu tipli cümlələr də düşmə ehtimalı var. Sonra məsələn yenə 162-də də baxırsınız ki, make-dən sonra tam sadə gəlib düzdür. Make-dən sonra to-lu gəlib səhvdir, to-lu gəlib səhvdir, tam sadə gəlib düzdür. 1 ilə 4 olacaq. Belə. Başqa hansı mövzuların izahının gəlməsini istəyirsinizsə, şərh bölməsinə yaza bilərsiniz. Videonu paylaşmağı, bəyənməyi unutmayın.